Heç kim unudulmur, heç nə yaddan çıxmır. Məmmədov Xanoğlan Sadiqoğlu 1975-ci ildə fevralın 13-də Neftçala rayonunun Qaraqaşlı kəndində dünyaya göz açıb. 8-ci sinifi bitirdikdən sonra təhsilini 104 saylı texniki peşə məktəbində davam etdirib. 1993-cü il aprelin 13-də Neftçala rayon hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılır. O, topçu kimi əvvəlcə Səngəçalda, sonra isə Çuxanlı, Pirəküşgül və Qaladakı hərbi hissələrdə xidmət keçir. Sonra onu Murovdağa göndərirlər. Burada o bir neçə dəfə döyüşlərdə yaxından iştirak edir. 1995-ci il mart ayının 15-də Amonçulardan ibarət bir qrup cinayətkar dəstə Ağstafa bölgəsində dövlət çevrilişinə cəhd göstərir. Dövlət başçısı Ali Baş Komandan onlara silahı yerə qoymağa təklif etsə də, Amonçular bu iddialardan əl çəkmirlər. Qardaş qanı tökülür. Milli ordumuz işə qarışmalı olur. Həmin gün Xanoğlan Məmmədov da cinayətkarların zərərsizləşdirilməsində yaxından iştirak edirdi. Dövlət çevrilişinə cəhdin qarşısının alınmasında onun müstəsna xidməti olur. Lakin bu qarşı durmada o şəhid olur. Subay idi. Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Məmmədov Xanoğlan Sadiqoğluna ölümündən sonra Azərbaycanın milli qəhrəmanı adı verilib. Qaraqaşlı kəndində dəfn edilib. Neftçala rayon mədəniyyət evi onun adını daşıyır. Əziz, hörmətli müsəlman bacı və qardaşlarımız, əziz vətəndaşlar, bu mənim arxamda gördüyünüz abidə Azərbaycanın milli qəhrəmanı Xanoğlan Məmmədov Sadiqoğluna məxsusdur. Onun ruhunun şad olması üçün bu abidəni cəmaət əbədiləşdirmişdir və dövlət tərəfimizdən ona milli qəhrəman adı verilmişdir. Əzizim xan oğlandı, Xanoğlan xan oğlandı, babası tək igid mərd, döyüşkən xan oğlandı. Milli qəhrəmanım oy, can Azərbaycanım oy. Əziz hörmətli vətəndaşlarımız, Azərbaycanın milli qəhrəmanı Xanoğlan Məmmədov Sadiqoğlu burada yerləşir. Məzarı Neftçala rayonunun Beşdəli kəndində yerləşir, kənd qəbirstanlığında olur. Və onun evlərinə gəldikdən sonra biz istədik ki, onun məzarı ilə gələk, yaxından tanış olaq və onu görək. Milli qəhrəmanı nəzərdə çatdırmaq lazım ki, Xanoğlan Məmmədov 1975-ci ildə Neftçala rayonunun Beşdəli kəndində anadan olub. 13-17 mart hadisələrində isə şəhid olmuşdur və məzarı burada yerləşir. ولا تقولوا لمن يقتل في سبيل الله أموات بل أحياء